Salam, yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara nəzər salaq. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? Asan AI Hub-ın məqsədi nədir? Asan AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir. Asan xidmətə növbəti beynəlxalq etimad. Asan xidmət təcrübəsi bu dəfə hansı ölkədə tətbiq olunacaq? İraq asan xidmət təcrübəsini öyrənmək istəyir. Nazir hansı açıqlamalar verdi? Asan xidmətdə beynəlxalq könüllülər günü qeyd olundu. Regionlarda süni intellekt savadlığı proqramı çərçivəsində hansı təlimlər reallaşdırıldı? Ötən həftə Asan xidmət mərkəzlərində 238.599 müraciət qeyd alındı. Asan kommunal mərkəzlərində edilən müraciət sayı 14.201 oldu. Ötən həftə səyyar Asan xidmət vasitəsilə 5.283 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 17.691 oldu. Ötən həftə ərzində vətəndaşlara 12.662 viza verildi. Asan ödəniş vasitəsilə 97.619 ödəniş həyata keçirildi. Asan süni intellekt platformasının açılış mərasimi keçirilib. Asan AI Hub prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb. Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. Asan AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər. Asan AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Huawei şirkətinin Orta Şərq və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Angela Linin rəhbərlik etdiyi nümayəndə heyətini, Gen AI-ın baş direktoru və həm təsisçisi Steve Norini və Edinburq Maliyyə İnnovasiyaları Mərkəzinin həm direktoru və Edinburq Universitetinin maliyyə üzrə müəllimi Xaləddin Rızayevlə görüşüb. Qonaqlar Asan xidmət modelinin fəaliyyətinin onlarda yüksək təəssürat yaratdığını bildiriblər. Görüş zamanı müvafiq tərəflərlə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığının Phnom Penh şəhərində səfərdə olub. Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən komitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrə komissiyanın qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri adlı işçi qrupuna rəhbər seçilib. Açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən Asan xidmət təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi ilə BMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söz açıb. Hazırda Asan xidmət təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Asan xidmət təcrübəsi Kambodjada tətbiq olunacaq. Dövlət Agentliyi ilə Kambodjanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi Asan xidmət təcrübəsinin Kambodja tərəfi ilə paylaşılmasıdır. Görüş zamanı memorandumun icrası istiqamətində işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib. Eyni zamanda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının, eləcə də Qırğızistan və Filippin nümayəndələri ilə Asan xidmət təcrübəsinin paylaşılması və potensial əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. İraqın Rabitə naziri Həyyam Əl-Yasirin rəhbərlik etdiyi nümayəndə heyəti Asan xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub. Qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılan Asan xidmət mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Nazir Asan xidmət mərkəzinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə edib.
Asan xidmətdə Beynəlxalq Könüllülər Günü qeyd olunub. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Asan könüllüləri ilə görüşüb. Ülvi Mehdiyev iştirakçıları əlamətdar gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib. Tədbirdə il ərzində xüsusi fəallıq göstərən bir sıra könüllülər üzrə məsul şəxslər mükafatlandırılıb. Qeyd edək ki, Asan xidmətin fəaliyyətə başladığı dövrdən etibarən 44 minə yaxın gənc bu prosesə könüllü kimi qoşulub. Bu müddət ərzində könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü Asan Kadr portalı vasitəsilə işlə təmin olunub. Asan İnnovativ İnkişaf Mərkəzi regionlarda süni intellekt savadlılığı proqramına start verib. Bu, vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasına və süni intellektdən məsuliyyətli istifadənin təşviqinə xidmət edir. Proqramın ilk mərhələsi mədəniyyət paytaxtımızda Şuşa şəhərində həyata keçirilib. Təlimlər zamanı iştirakçılara süni intellektin gündəlik fəaliyyətlərdə tətbiqi, iş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və müasir rəqəmsal bacarıqların inkişafı ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub. Səyyar Asan xidmətinin regionlarda fəaliyyəti davam edir. 19 dekabrədək Neftçala, Şəmkir, Biləsuvar, Tərtər, Ağsu, Oğuz, Xudat və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək. Səyyar Asan xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir. Ağsu və Neftçala rayonlarında fəaliyyət göstərən Səyyar Asan xidmət avtobuslarında isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub. Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 çağrı mərkəzinə müraciət edə bilərlər. Belə, missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.